Vaxtınız xeyir olsun, əziz müəllimlər. Bildiyimiz kimi bu günləri Təhsil Nazirliyi sertifikatlaşdırma prosesi ilə əlaqədar olaraq müxtəlif fənlərin nümunə suallarını təqdim edir. İndi isə sizə biologiya fənnində olan metodika suallarının izahını tanış etmək istəyirəm. Əslində çətinlik dərəcəsi nə dərəcədə çətindir deyirsiniz. Deyirəm ki, belə deyim də, İmtahan tipli suallardır. İmtahanda da belə bir suallarla qarşılaşacaq bəzilə. Amma inteqrasiya ilə taksonomiyada biraz məqamlar var. Onu da mən sizin nəzərinizə çatdıracağım. Birinci sualda deyir ki, interaktiv təlimin xüsusiyyəti hesab edilmir. Yəni, interaktiv təlimə aid deyil. Əlbəttə ki, elə buradan sual mənə çağırır ki, biz hər zaman deyirik ki, müəllim mərkəzli olmayacaq. İnteraktiv təlim nədir? Yəni, fəal dərsdir, aktiv dərsdir. Şagirdlərdə qarşılıqlı əlaqə yaradır, təfəkkürə əsaslanır, əməkdaşlıq var. Birinci sualda cavabımız olacaq A cavabı. Gəlin indi baxaq ikinci suala, belə deyim də, beyinləri qarışdıran taksonomiya sualı. Deyir ki, tənginəfəslik, ürək döyünmə, baş gicəllənmə, daim yorğunluq, əzginlik simptomları olan xəstələrin hansı orqanının zədələdiyini müəyyənləşdirin. Bunun üçün orqanların funksiyalarını araşdırmaq lazımdır. Çox zaman biz deyirik ki, hər hansısa bir məqamı araşdırmaq, anlamaq mərhələsinə aiddir. Amma gəlin bu situasiyanın məzmununa baxaq. Deyir ki, sənə bir daha tapşırıq verib. Deyir ki, tənginəfəslik, ürək döyünmə, baş gecələnməsi, yorğunluq, əzginlik kimi simptomları olan xəstələrin hər hansısa bir orqanlarının zədələndiyi müşahidə olunur. Onların orqanları zədələndiyi müşahidə olur. Get deyirsən, axtar, gör ki, onların orqanlarının zədələnməsi, yəni hansı proseslər əsasında baş verir, hansı orqan zədələnir ki, hansı orqana zədə dayanır, zədə gəlir ki, bax, bunun əsas açaq məqamı budur, ha, onlar zədələnir. Əslində, ilk başda baxanda araşdırma sözünü görüb anlamaq və yaxud da ki, təhlilə getmək olur ki, bəzi müəllimlər bunu etmişdir. Amma situasiyanı təhlil eləyəndə, yəni sən nəyi araşdırırsan? Araşdırırsan, görürsən ki, ürək bulanma, baş gicəllənmə, yorğunluq, əzginlik kimi simptomlar olan xəstələrin hansısa orqanları zədələnir. Yəni o da zədə alırsa, kökündə fəaliyyət dayanır da, icra var da burada. Ona görə də bu nə olacaq? Əlbəttə ki, tətbiq etmək olacaq. Anlamaq olmayacaq, tətbiq etmək olacaqdır. İkinci sualda cavab B olacaq. Sonra gəlin baxaq üçüncü suala. Üçüncü sualda deyir ki, hansı məqsəd summativ qiymətləndirməyə aid deyil? Biz bilirik ki, summativ qiymətləndirmə şagirdlərin nailiyyətlərini qiymət şəklində ifadə edir. Bəli, şagirdlərin nailiyyətini qiymət şəklində ifadə edir. Daha sonra, şagirdin təlim nailiyyətlərinin inkişafını gündəlik olaraq izləyir. Xeyr, izləmə formativ qiymətləndirmədir. Əgər izləyirsə, bu formativdir. Ona görə də 3-də cavabımız olacaq B variantı. Dördüncü suala baxaq. Tapşırıq verilib sizə. Sağlam qidalanma planını hazırlamaq tapşırılmışdır. Planı hazırlayarkən şəxsin yaş və sağlamlıq vəziyyətini nəzərə almalısan. Eyni zamanda şəxsi büdcəni də nəzərə almalısın. İnteqrasiyanı tap. Bu da yenə bu günləri ümumiyyətlə Təhsil Nazirliyinin təqdim etdiyi bəzi inteqrasiyalarda mən başqa prizmadan yanaşmağa başlayıram. Çünki bizə əsas doğru cavablar lazımdır. Amma bu situasiyada nə deyir? Deyir ki, yəni sənə sağlam qidalanma planı hazırlamaq tapşırılıb. Demir, hazırlayırsan. Demir, ged evdə hazırla yenə. Sən planı hazırlayarkən yaş, sağlamlıq vəziyyətini bir də büdcə əlaqələndirəcəksən. Yaş, sağlamlıq, biologiyada büdcə də varsa, əlbəttə ki, riyaziyyatdır. Yenə də mən nə edirəm? Yalnız fənlər arasını götürəcəm. C variantı. Çünki bir neçə fənnin əlaqələndirməsi burada öz əksini tapır. Ay müəllimə, bəs fənn üstü niyə olmasın? Bax, demir ki, uşaq evdə edir bu tapşırığı. Demir ki, uşaq müəllim mövzunu keçir, həyatdan bir dənə nümunə gətirir həmin şagirdə. Deyir ki, yəni şagirdə müəllim dərsdə tapşırıq verib, tapşırıq da nədən ibarətdir? Sən büdcəni hazırlayacaqsan. Onun həyatdan demir ki, büdcəyə necə qənaət eləyirsən.
Desəydi ki, əgərləri məsələn sizdə büdcəni kim idarə edir? Büdcə kimdədir? Büdcədə nə bilim ay ərzində necə idarə edirsiniz? Pulu evdə yadınıza gəlir, mən hər zaman situasiyalarda deyirdim ki, elə bil həyat bilgisi mövzunu keçirsən, büdcə deyirsən, pulu evdə sizdə kim çox qazanır, ata yoxsa ana? Pulu kim çox xərcləyir? Bax, əgər belə bir məqam yaratsaydı, ona fənn üstüdə deyə bilərdim. Amma sadəcə olaraq tapşırıq verir, deyir, onu icra elə. Düşünürəm ki, buradan fikirlərimi sizə çatdıra bilirəm. Və sən də büdcəni hazırlayacaqsın, amma 2 fəndən əlaqələndirilməsin. Ona görə yalnız fənlər arası olacaqdır. 5-ci sualda deyir ki, müəllim fotosintez hadisənin vacibliyi ilə bağlı müzakirə yaradır. Müzakirə nə ilə aparır ki, şagirdlər bir-birinin fikrini dinləyir, dinlənlərdən də çıxış edərək sual verirlər. Növbəti sual yaranır. Cavab, növbəti sual. Əlbəttə ki, Sokrat dialoqu. Bunu çıxdaş edərək də tapa bilərik. Akvariumda yoldaş qiymətləndirməsi var. Burada elə bir şey yoxdur. Dəyirmi masa ümumiyyətlə çıxarılıb ki, o da beyin həmləsinin bir növüdür. Müzakirə xəritəsində də geniş spektrli suallar verilir. Qərarlar ağacında da problemli situasiya ilə qarşılaşa bilirik. Ona görə olacaq Sokrat dialoqu. 6-cı suala baxaq. Şagirdlər 2 bioloji prosesin müqayisəsini tapşırılmışdır. 2 dənə bioloji prosesi müqayisə edəcək, amma daha əhəmiyyətli olduğunu vurğulayacaq. Daha əhəmiyyətli, vacib, əlbəttə ki, təhlil etmək mərhələsi olacaqdır. Vacib, mühüm, ən vacibi biz hər zaman deyirik, gördüyülən işi qüvvətləndirir. Bu da təhlil etmə mərhələsinə aiddir. 7-ci variantda deyir ki, sualda valideyn hər dəfə övladını məktəbdən götürməyə gecikir. Bu isə sizə mane olur. Çünki hər dəfə şagird gözləməli və evə gec getməli olursunuz. Belə situasiyalarda problemi necə həll eləsəz effektiv olar. Yenə də nədir? Müəllim valideyn münasibəti. Valideynə heç nə demədən şagirdlə birlikdə gözləməyə davam edirsiniz. Bu yalan olar. Narazılığı şagirdə də bildirmək yalan olar. Valideynin davranış barədə məktəb rəhbərliyinə deməyək ən yaxşısı. Valideynlə danışaq ən gözəli. Səbəbi öyrənək, birlikdə problemi həll etməyə çalışaq ki, ay müəllim sən Allah, sən də tez gəl valideyn. Mən də evə gecikməyim də. Deyib variant əlbəttə ki, olacaqdır. 8-də deyir ki, əgər komanda yoldaşınızın təklif etdiyi həll məqsədə uyğun deyilsə, nə edərsən? Hansı cavab əməkdaşlıq bacarığının yüksək olduğunu göstərəcək. Komanda yoldaşın bir problemin yolunu təklif edib, amma o da məqsədə uyğun deyil. Sən necə eləyəcəksən? Nə şiş yansın, nə kebab misalı. Mən münasibətlərin pozulmamasını əsas tutaram. Yox, bu yanlış yanaşma olur. Çünki sən düzgün qərar verməlisən. Nəzakətlə fikrimi bildirərəm. Əlbəttə ki, növbəti həll yolunu təklif edə bilərəm. B variantı olacaq 8-də. 9-cu suala baxaq. Tənəffüs zamanı davamlı olaraq bir qrup şagird bir başqa şagirdi ələ salır, xarici görünüşünü məsxərəyə qoyur. Görürsünüz, bullying burada öz əksini tapdı. Hətta xarici görüntüyə rışqənd edirsə, bu qeyri-verbaldır. Nəticədə bullyingə məruz qalan şagird özünə qapanır, gərginləşir, sinifdə ünsiyyətdən yayınır, artıq bu qapalı düşüncəyə gedir. Siz bullying edən şagirdlər qrupu ilə dəfələrlə danışsanız da, onlar hərəkətlərini davam etdirirlər. Belə situasiyada müəllimin hansı yolu problem həll etməsində daha məqsədə uyğun olacaq. Yəni, müəllim neynəsin ki, bu prosesi aradan qaldırsın? Çünki davamlı olaraq bullying edirlər. Şagirdlərin davranışını görməzdən gəlmə. Ümumiyyətlə, bu variantı necə axırını oxumuram. Sizə də məsləhət görmürəm, belə situasiyalarda sona qədər oxuyasınız. B-də deyir ki, bullying edən şagirdi dərsdən sonra məktəbdə niyə saxlayasan ki? Bullyingə məruz qalan şagirdlə fərdi söhbət aparırsan, emosional sabitliyi göstərirsən, digər şagirdlərin onların davranışı haqqında söhbət edirsən, məktəb psixoloquna cəlb edirsən, əlbəttə ki, empatiya hissi yaradırsan, mənəvi dəyərləri formalaşdırırsan, elə ən düzgün cavabımız C variantı olacaq. Bax, dediyim kimi siz də razılaşarsınız. Hər zaman dərslərdə dəfələrlə üstün vurğuladığımız mövzular öz aktuallığını yenə də qoruyub saxladı. 10-cu sualda isə deyir ki, hansı fikirlər doğrudur? Biz bu zaman nə edirik? Çıxdaş etmək üsulunu istifadə edirik ki, bu bizim işimizə hər zaman müsbət təsir edəcəkdir. Müəllim problemli situasiya təqdim edir, tapşırıqlara real situasiyalar üzərində qurur. Əlbəttə ki, bu doğrudur. Nə pisdir ki, müəllim burada nə səhv iş görüb? Emosional intellekt
təşkilatçılıq bacarıqlarını inkişaf etdirir. Əlbəttə, özünü tənzimləmə, münasibətlərin idarə olunması, sosial bacarıqlar hər zaman deyirik. Deyir, strategiyasız da metakognitiv bacarıq formalaşdırmaq asandır. Yalan deyir, inanmayın. 3-dən olan variantları çıxın. A getdi, C getdi, Y getdi. Deyir, müşahidə yolu ilə informasiyanı emal etmə bacarığı rasional təfəkkürün ölçülməsinə imkan verir. Doğrudur. Rasional zəka nədir? Bizim ağıllı düşünməyimizdir. Müşahidə edərək də bunu müəyyən edə bilirsən. Dərsin məzmununun bütün şəkillərdə eyni şəkildə olmaz, müxtəlif şəkildə bərabər imkanlar. 5-i də çıxıram. Avtomatik olaraq əlimdə nə qalır? 1, 2, 4. Bu da harada öz əksini tapır? B variantında. Əslində bu videonu gecə saatlarında çəkirəm. Artıq birin yarısına az qalıb və bugün də 5 dənə təlimim olub. Bir çox müəllimlərim şəxsiyə qruplara göndərdiyini nəzərə alaraq bu günləri 2 fənnin izahını sizə təqdim etdim. Sabah da çalışdığım qədər 3 fənnin də izahını təqdim edəcəm. Ümid edirəm ki, bu izahlar sizə aydın oldu. Diqqətinizə görə təşəkkür edirəm. Rəy yazmağı, kanalı bölüşməyi, fikirlərinizi bildirməyi unutmayın əziz müəllimlər.